Salam əziz şagirdlər, dəyərli izləyicilər. Sizinlə belə bir sadə və o qədər də maraqlı olan bir sualın izahına baxacağıq. Deməli, verilmiş məsələdə bizə kvadrat tənlik verilib və x kvadrat üstəgəlsin 9 bölü x kvadrat ifadəsinin qiymətini tapmağı tələb edir. Bu tip suallar çətin görünsə də əslində kifayət qədər asan şəkildə həll olunur. Gəlin kvadrat tənliyi yazaq. X kvadratı üstəgələ 8x minus 3 bərabər 0 və ilk öncə bunun hər tərəfin x-ə bölək. Hər tərəf x-ə böldükdə və həd-bəhəd x-ə böldükdə bu zaman x plus 8 minus 3 bölü x bərabər 0 ifadəsini almış oluruq. 8-i bərabərin sağ tərəfinə keçirsək, x minus 3 bölü x bərabər -8 alacağıq. Və aldığımız sonuncu ifadənin hər tərəfini, yəni bərabərliyin hər tərəfini kvadrata yüksəldək. Bu zaman birincinin kvadratı çıxılsın 2 vurulsun. Birinci ilə ikinci hasili üstə gələk. İkinci həddinin kvadratı, yəni 9 bölünsün x kvadratı bərabərdir 64 alarıq. Və x-ə burada ixtisar getdiyi halda x kvadratı minus 6 plus 9 bölü x kvadratı bərabər 64 alırıq. 6-nı bərabərliyin sağ tərəfinə keçirsək, o zaman x kvadratı üstə gələk 9 bölü x-in kvadratı bərabərdir 70 almış olarıq. Şərtə isə baxsaq, şərtdə isə bizdə eləməz bunu tələb edir. Demək cavabımız olacaq 70 C variantı. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti izahlarda görüşənədək.